Salam, hər vaxtınız xeyir. Mediada Azərbaycan dili təlimləri çərçivəsində bugünkü qonağımız nitq üzrə mütəxəssis Aygül xanım Qaradağlıdır. Salam Aygül xanım, xoş gördük sizi. Salam Fidan, çox sağ ol. Mövzumuz nitqdəki qüsurlarla bağlı olacaq. Bu qüsurları necə aradan qaldıraq, nə etməliyik ki, bu qüsurlar aradan qalxsın. O zaman müzakirəyə başlayaq. Elə ilk sualım, nitq qüsuru dedikdə ən çox nə ilə rastlaşırsınız? Peşəkar çalışmanın zəif olması nəticəsində, yəni təlimin zəif olması nəticəsində müxtəlif qüsurlar üzə çıxır. Həmin qüsurlardan sözlərin düzgün deyilməməsi, sözləri sanki sındırılması, sözlərin yeyilməsi və danışıq zamanı sürətin idarə olunmaması ya bu qüsurların nəticəsində başqa bir qüsurların üzə çıxması, hər zəncirvari olaraq çox bir qüsurlar var. Hər qüsur başqa qüsuru yaradır. Sonra danışıq zamanı, yəni biraz həyəcan olanda bir sözü bir neçə dəfə təkrarlamalı ya da ki, kəkələmə. Bu, yəni sırf peşəkar baxımından onun yəni zəif olmasıdır. O təlimin zəif olmasıdır. Var da elə qüsurlar var ki, fiziki qüsurlardır. Həmin qüsurlardan ola bilsin ki, dildə olan defekt, dilin naqisliyi ya da səsin həddindən artıq nazik olması ya da səsin həddindən artıq kobud olması ya pəltək. Belə insanlar ümumiyyətlə efirə çıxmamalıdırlar. Yəni bu qüsurlarla olan insanlar, fiziki qüsurlarla efirə çıxmamalıdırlar. Mən belə düşünürəm. Növbəti sualım da elə bununla bağlı olacaq. Bəs bu qüsurları aradan qaldırmaq üçün nə etməliyik? Təbii ki, qüsurları aradan qaldırmaq üçün praktik məşğələlər olmalıdır. Nitq mədəniyyətinə yiyələnməlidir hər bir aparıcı, hər bir jurnalist. Yəni, lap elə götürək nəfəs alma problemini. Hər bir insan instinktiv olaraq nəfəs alıb verir. Lakin mikrofon qarşısında onun nəfəs alma prosesi onun iradəsinə tabi olmalıdır. Yəni, hər bir aparıcı mikrofon qarşısında olaraq nəfəs alma prosesini idarə etməlidir. Və bu zaman həmişəkindən daha çox daxilinə hava alıb, onu daxilində saxlamağı bacarmağı və qənaətlə işlətməyi bacarmalıdır. Artikulyasiyanın böyük rolu var. Artikulyasiya, yəni sözlərin düzgün, aydın deyilməsində o da bir nitq mədəniyyətinin bir hissəsidir, vacib hissəsidir. Yəni texniki hissəsidir. Artikulyasiya deyəndə bu dodaq ətrafı əzələlərin, yəni hüceyrələrin canlanması, aktivləşməsi deməkdir. Və ilk növbədə aparıcı hər bir hərifi ayrı-ayrılıqda məşq eləyərək onu deməlidir, onu düzgün ifadə etməlidir. Sonra diafraqma məşğələləri, o da diafraqmanın gücünü və hərəkətliliyini inkişaf etdirmək üçündür. Bu texniki məqamlardır. Keçək yaradıcı məqamlara. Yəni, aparıcı mətn təqdim edərkən onun mütləq nitqi, necə deyərlər, ifadəli, təsirli olsun deyənə məntiqi vurğudan istifadə etməlidir. Və məntiqi vurğu deyəndə hər bir cümlədə məntiqdən asılı olaraq mənalı sözləri qabardaraq, onu fərqləndirərək və başqa sözləri, o fərqləndirən sözlərin ətrafında qruplaşdıraraq fikir yaradır. Və yəni məntiqi vurğu cümlədə olan fikirdən asılı olaraq müəyyənləşir. İntonasiya. İntonasiya nədir? İntonasiya təqdim olan materialın mənasına, yəni hadisəyə uyğun səs tonu seçilməlidir, ona uyğun olmalıdır. Bəzən ucadan danışmalıdır, bəzən mətndən asılı olaraq ya aşağı səslə danışmalıdır, ya səsdə kədər olmalıdır, ya dəqiqlik, sərtlik, təbii ki, kobudluq yox. Bu çalarlar daxil olmalıdır insanın nitqinə. Jestlərdən istifadə etməlidir. Bax, bu jestlər nədir? Danışanda nitq prosesində nitqin təsirini gücləndirərək yerli yerində istifadə olunan əl-qol hərəkətləridir, bədən hərəkətləridir. Mimika
insanın üzündəki olan o mənalı hərəkətlərə mimika deyilir də. Yəni danışanda o təbəssümü göstərməlisən, ya təəccübü göstərməlisən, ya kədəri, ya sevinci, xoş əhval-ruhiyyəni bax bundan irəli gəlir. Mimikadan, yəni məna doğur. O da vacib bir məqamlardır. Və dediyim bütün bu şərtlər mətnin emosionallığını, mətnin təsirini, gücünü, gözəlliyini artırır. Bu hər bir mütəxəssisə vacib olan tələblərdir. Aydındır. Bəs efirdə yol verilən nitq qüsurları tamaşaçıya necə təsir edir? Fidan, qüsurdan danışarkən aparıcı efirdə qüsurla danışanda bu tamaşaçıya çox pis təsir edir. Mənfi təsir göstərir. Burada heç bir müsbət şey yoxdur. Ona görə həm narazı qalır tamaşaçı, həm də proqramın nüfuzuna xələl gətirir, kanalın imicinə xələl gətirir. Və o olmasın deyənə üzərində işləməlidir aparıcı. Bir də görsən aparıcı efirə çıxır, tutalım Q hərfinə Ç deyir, Ç hərfinə Ç deyir. Bunlar hamısı nədən irəli gəlir? Onun təlimin aşağı olmasından. Əsaslandırım da dediyimi. Məsələn, kələm yerinə tutalım kələm deyir, ya çay yerinə çay deyir. Bunlar olmamalıdır. Yəni hər bir hərfin öz yeri olmalıdır, öz deyiliş qanunu olmalıdır, öz tələffüz olmalıdır. Bəzi sosial şəbəkələrdə xəbərləri artıq müxbir yox, aparıcı yox, süni intellekt səsləndirir. Bəs bir müddətdən sonra süni intellekt aparıcı səsini kölgədə qoya bilərmi? Bir mənalı deyim yox. İndi də izah edeyim niyə. Yəni süni intellekt texnologiyası indi çox artıb, texnikası çox irəlidədir və onun sayəsində müxtəlif səslər yaradıla bilər. İnsan səsinə oxşar səslər. Amma heç vaxt insanın, canlı nitqin, canlı insanın nə səmimiyyətini, nə necə deyərlər, emosional çalarlarını, nə onun gücünü, təsirini heç vaxt əvəz edə bilməz. İnsan həmişə tamaşaçı ilə canlı ünsiyyətdə olmalıdır. Mən belə başa düşürəm. Bəs bir cümlə ilə desəz, yaxşı nitq nəyə xidmət edir? Yaxşı nitq insanın fikirlərini dəqiq, ifadəli, anlaşılan, təsirli, aydın şəkildə qarşıda duran insana çatdırmasına xidmət edir. Nitqdəki qüsurları aradan qaldırmaq üçün hər hansı bir yaş limiti varmı? Yoxsa belə bir limit yoxdur? Məncə yaş hüdudu yoxdur. Hər bir insan nitq üzərində çalışmalıdır. Əgər gözəl danışmaq istəyirsə, aydın danışmaq istəyirsə, o, necə deyərlər, nitq mədəniyyətinə nail olmalıdır. Ümumiyyətlə, nitq mədəniyyəti hamı üçün vacibdir. Çünki mədəniyyətimizin zəruri bir hissəsindən biridir. Vacib bir hissəsindən biridir və o hamı üçün vacibdir. Gözəl danışmaq onun üçün nə yaş hüdudu ola bilər? Növbəti sualım xarici sözlərlə bağlı olacaq. Bəzi xarici sözlər var ki, biz onu özümüzküləşdiririk. Yəni, məsələn, Erdoğan, Erdoğan. Amma bəziləri də var ki, onu olduğu kimi tələffüz eləyirik. Məsələn, Orhan Pamuk deyə tələffüz eləyirik. Bunun, yəni, necə olmalıdır? Düzü necədir bunun? Xarici sözlər Azərbaycan dilində olduğu kimi səslənməlidir. Lakin bizim dilə uyğunlaşmalıdır, bizim fonetikaya, bizim orfoepiya qanunlarına, bizim tələffüzə uyğun səslənməlidir. Mən də ərəb sözlərini indi nümunə gətirmək istəyirəm. Məsələn, ərəb dilində nəcət deyilir, amma bizim dildə nicat deyilir. Ərəb dilində vaqar deyilir, amma bizim dilində vüqar deyilir. Muhammed, amma bizim dildə Məhəmməd. Yəni, görürsünüz, uyğunlaşdırırıq. Biz dilimizə uyğunlaşdırırıq, amma onun kökünü saxlayaraq, onun deyilişini saxlayaraq. Bəs mediaya yeni gələn gənclərə nitqlə bağlı nə tövsiyə edərdiniz? Mediaya təzə gələn gənclərə mən onu deyə bilərəm ki, hər bir müəllim, hər bir təlimçi onların peşəkarlığı üzərində çalışa bilər, onları düzgün istiqamətə yönəldə bilər, onların dilinin üzərində çalışa bilər. Bunlar hamısı ola bilər, amma gənclərin savadına heç vaxt cavabdeh ola bilməz.
zamin dura bilməz. Ona görə hər bir cavan bir mütəxəssis mətn oxuyanda qarşısına bir tanımadığı bir söz çıxırsa, bilmədiyi bir soyad çıxırsa ya şəhər adı çıxırsa, mütləq onu araşdırmalıdır. Mütləq onu kökünə qədər araşdırmalıdır, bilməlidir ki, bu nə sözdür, nədir. Və istər-istəməz o bilik həmin adamın, həmin gəncin bilik ehtiyatına gedir, yatırım eləyir, necə deyərlər və lazım olanda həmin sözdən istifadə edə bilir. Sonra hər bir gənc öz sənətinin vurğunu olmalıdır, sevməlidir sənətini və hər bir ucalığın, hər bir zirvənin arxasında təbii ki, əziyyət dayanır, əmək dayanır. Yəni, bunları etməlidir ki, zəhmət dayanır ki, ucalsın və böyük zirvələrə nail getsin. Təşəkkür edirəm Aygül xanım. Mənim üçün çox maraqlı müzakirə oldu və inanıram ki, tamaşaçılar üçün də eynən. Xatırladaq ki, Mediada Azərbaycan dili təlimləri çərçivəsində bugünkü qonağımız nitq üzrə mütəxəssis Aygül Qaradağlı idi. Növbəti görüşlərədək.